Salam hörmətli izləyicilər. Statik testinq ilə bağlı danışdıq və statik testinq ilə bağlı növbəti danışacağım mövzu test case'lərin hazırlanması, test ssenariləri əsasında test case'lərin yazılması olacaq. Bu çox vacib bir mövzudur və hər bir QA test edən test case'ləri yaratmalı və etdiyi testi necə test etdiyini göstərməlidir. Bildiyiniz kimi biz bundan əvvəl test checklistlər yazmışdıq ki, bəs nələr test olunacaq? Burada belə bir şəkildə Accept kriteriya uyğun test checklistlərimizi yazdıq. Bu həm də test ssenaridir. Yəni biz nəyi test edəcəyik? Bu suala cavab verən bir yazılış formasıdır. Məsəl üçün mən nəyi yoxlayacağam? Burada nəyi test edəcəyəm? Məsələn, password'un inputunu yoxlamaq, passwordu qəbul etməsini, göz işarəsini yoxlamaq falan. Bunlar hamısı test ssenariləridir və bunun əsasında da biz test case'lərimizi yazacağıq. Bunlar nə üçün vacibdir? Çünki bunu biz yazıb bir növ sənədləşdiririk ki, bizdən sonra da test eləyəcək adam, bizdən sonra da buna baxacaq adam bilsin ki, bu necə test olunub və nəticəsi nə olub. Və həmçinin də ki, bizim özümüz üçün də bu vacibdir ki, biz bunu necə test etdiyimizi bir növ qeyd eləyək və nəticəsi haqqında da özümüz də məlumatlı olaq və həmçinin də ki, nələri yazmışıq, nələri test etmişik, nələri etməmişik, onların hamısını bilək. Məsələn, bunu checklistlərin arasından məsələn bir yerini seçib test case'ini yaza bilərik. Ümumiyyətlə bir şey deyim ki, adətən development komandaları Jira istifadə edirlər və orada test case yaratmaq nisbətən rahatdır. Mən sadəcə Word formasında yazıram və burada davam, məsəl üçün bunların davamı olaraq birinin test case'ini yazmaq istəyirəm və hər bir test ssenari, checklistə uyğun çoxlu test case'lər ola bilər. Məsəl üçün biz burada üç dili yoxlamaq üçün test case yazsaq, ən azı 3 dənə test case yazmalı olacağıq. Həm az, həm raw, həm n üçün. Məsəl üçün biz burada yazacağıq ki, belə bir şey yazacağam. Bunu sadəcə izah üçün yazıram. Ola bilər, yəni sizin forması başqa cür olsun, amma əsas məntiqi başa düşmək üçün mən istəyirəm bu şəkildə yazım. Məsələn, bu bizim bir checklistimizdir ki, test ssenarimizdir ki, bu səhifəni 3 dildə yoxlayaq ki, görək bunun tekstləri 3 dildə görsənirmi userə. Onun üçün məsələn yazacağım test case 1, test case 1-i yazıram bura. Yazacağım ki, az dilində yoxlamaq. Belə yazdım və belə bir konsept quracağam. Mənim burada nəyi yoxlayıram? Belə bir description həmişə. Mən özüm adətən belə eləyirəm və məncə ən yaxşı üsul və yollardan biri budur ki, test case'imizin içərisində nəyi test etdiyimizi və o haqda detalları hamısını qeyd eləyək. Adətən burada description bir izah forması yazıram ki, məsələn, login səhifəsində tekstlərin login səhifəsini az dilində olmasını yoxlamaq. Belə bir şey yazıram. Description kimi. Çünki məndən sonra baxan bilsin ki, bu nəyin, bu da izah nədir. Ümid edirəm ki, izahlıdır. Olmasa və yaxud da ki, başqa cürə bir izah yazıb bilən olsa, daha izahlı yazsa daha yaxşıdır. Adətən mən description'dan sonra yazıram ki, test user'im nə olub? Məsələn, bu test user nə olub? Adətən məsələn login səhifəsindən qeyri səhifələrdə əgər bu user burada login olubsa, hansı userlə olub? Çünki ola bilər userlərin validasiyaları, userlər üçün avtorizasiya hərəsində bir başqa cür olsun, hərəsində bir hüquqları olsun, içəridə görə biləcək işlər olsun. Ona görə adətən mən test user yazıram ki, hər user üçün bir fərqli forma ola bilər. Məsələn, burada yazıram ki, bu adam nə ilə daxil olacaq? Bunu yazmasaq da olar, çünki əslində login səhifəsindədir bu. Amma yazsaq da, məsələn, Murad Aziz bir belə bir şey yazıram. Bunu yazıram, user name'i budur. Adicə də passwordunu yazıram ki, 1, 2, 3, 4, 5, 6 belə bir şey yazdım. Sanki bunun user budur. Hər halda bunu yazıram ki, bunu yoxlayan adam sabah bu userlərlə
bəlkə içərisinə gedib yoxlaya bilər və yaxud da botun aktivləşməsini yoxlaya bilər. Daha sonra isə yazıram precondition yazıram. Adətən bunu da yazıram. Çünki precondition nədir? Preconditions. Adətən bunu niyə yazıram? Çünki ola bilər bu user buranı görməsi üçün, bu səhifəni görməsi üçün buna nə lazımdır? Yazıram ki, userin bu URL-ə, bu sayta, məsələn, aksesi olmalıdır. Məsələn, bəlkə də bu bir xüsusi bir səhifədir, xüsusi bir giriş yeridir. Bəlkə də həmin adam bura girməsi üçün hər hansı birindən icazə almalıdır. Bunu yazıram ki, bu akses olmalıdır və sabah bunu yoxlayan adam və yaxud da bunu təzədən çək eləmək istəyən bilməlidir ki, burada nə etməlidir ki, bura çata bilsin. Və daha sonra yazıram ki, URL nədir? Məsələn, bu səhifə hansı səhifədir, hansı saytdır? Məsələn, yazıram ki, test.com-dur. Test.com-un giriş səhifəsi imiş və daha sonra adətən belə yazıram ki, steplər nədir? Bura gəlib çıxmadan hansı mərhələlər keçib? Məsələn, filan mərhələlər keçib belə yaza bilərsiniz və daha sonra isə expected actual result və expected result-ı həmişə qeyd edirəm. Bəli, qeyd elədim. Bu da mənim məsələn actual resultım nədir? Hər bir tekstin az dilində görsənməyidir. Experience result nədir? Dandır. Məsələn, belə yazıram ki, okeydir və yaxud da ki, okey və yaxud da ki, yaza bilərəm. Hər bir tekst az dilindədir. Belə. Və yazıram, bu mənim olur bir test case'im və ikinci test case'imi yaratsam, burada yazacağım ki, test case 2, bunun içində yazacağım, məsələn, N dilindədir, English dilində yoxlamaq. N dilində yoxlamaq və daxil olacağım. Bunu da ona uyğun yazacağım. Ümumiyyətlə, bu cürə yazıram. Bu nəyə xeyirdir? Yenə də dediyim kimi, məndən sonra kimsə bunu yoxlasa və yaxud da mən özüm yoxlayanda bundan hamısını qeyd edirəm və nələrdə test eləmişəm, nələrdə action resultımla expert result üstünə düşürsə, demək, mənim test case'im okeydir və nəticə olaraq da bu testdən keçmiş sayılacaq. Və yaxud da ki, keçə bilməsə, məsələn, actual result'ın expected-dən fərqlidirsə, bunun qarşısına məsələn qoya bilərsiniz ki, actual result hələ testdən keçməyib, məsələn, yazırsınız, no, belə bir şey yazın və bu test case açıq qalacaq, komplet olmamış sayılacaq və daha sonra isə siz bunu qeyd edə bilərsiniz ki, bu düzəldilsin, buna uyğun bir dənə bug taskı, defekt taskı yarada bilərsiniz, bu düzəlsin, sonra mən bunu dan eləyəcəm və bu yoxlamaq üçün növbədə waiting olacaq, gözləyəcək və bununla da bizim test case'lərimiz yazılacaq və bu da çoxlu, hər biri üçün çoxlu test case'lər yazmaq olar və burada yığılan test case'lər test set halına gətirilir. Yəni, test case'lər hamısı yığılır. Bu səhifə ümumi bir storydir və bunun da hər birinin bu storyyə aid test setlər olur ki, bütün bu komponentlərin hər biri, bütün buna aid olan test case'lər orada birləşir və test set halını əmələ gətirir, test setləri əmələ gətirir. Biz bunları hamısını qeyd eləməklə həm özümüz üçün, həm də ümumi development üçün çox faydalı bir iş görmüş olacağıq. Ola bilər bəzi əməkdaşlar üçün çətin gəlsin ki, mən hər dəfə bu qədər şey yazmalıyam, amma qəbul etməliyik ki, QA işində dokumentasiya çox vacibdir və QA bundan bezməməlidir. Hər halda bunu bir konsept halına gətirə bilərik ki, məsələn, bunun içərisində pozub bir konsept halına gətirək ki, mən həmişə bu dataları orada qeyd edəcəyəm və bunu hər yanda istifadə edəcəyəm. Məsələn, belə bir şey. Mən özüm də elə edirəm öz işimdə. Bunu belə hala gətirmişəm. Test case'im nədir, description nədir, test userim nədir, username falan. Bunlar qeyd edirəm, steplər qeyd edirəm, action result, expected result-ı yazıb və nəticəsinin nə olmağını həmişə qeyd edirəm ki, çünki mənim eləyəcəyim test daha sonra
əsaslı bir test olsun. Həm də bu test кейsi daha sonra biz hansı taskı test eləmişiksə, developerin taskına link eləyirik ki, mən bu testə bu əsasla test eləmişəm və nəticəsi də budur. Həmçinin də ki, rəhbərlik tərəfindən də yoxlanılanda bilinsin ki, siz düz eləmişsiniz. Sizin bir əsasınız var, bunun test olunmağının bir əsası var. Həmçinin sonda belə bir, mən adətən belə çalışıram, bunu da qoyum ki, məsələn, bu link, biz əlbəttə ki, hələ ki, statik test eləyirik deyənə, bu hər hansı bir Figma linkdədir yəqin ki, Figma linki də qoyuram bura, onu da qoyuram, çünki hələ əlimdə olan yoxdur. Əlimdə olan faktiki səhifə Figmadadır. Bunu yazıram ki, filan linkdir. Daha sonra isə məndən sonra kimsə baxanda qoy linka gedib baxa bilsin ki, bu həmən səhifə test olunacaq. Və əlbəttə ki, bu bizə gəlib çatanda, yəni bu statik testi dinamik testə çevirəndə bu linklə qarşılaşdıracağıq və test case ilə bağlı deyəcəklərim bu idi və hər biri üçün burada yazılanlar üçün hər biri üçün ayrı-ayrı test case'lər yazmaq olar və onların hamısını bir hala gətirmək olar ki, biz daha sonra bunu dinamik testdə istifadə edəcəyik və statik testi dinamik testi çevirəndə bu reylər əsasında, yəni bu test elədiyimiz əsasında həmən dinamik testlərimizi icra edəcəyik. Bir də qeyd edeyim ki, bu da test olundu və bu da bug tapıldısa, siz developerə elə bu test case'in göstərə bilərsiniz. Bu həmçinin o işinizi yarayacaq ki, siz sabahları developer deyəcək ki, bu necə test eləmirsən ki, bu nəticə alınıb. Siz rahatçılıqla bu test case'inizi göstərə bilərsiniz. Mənim elədiyim testim bu stepləri keçib və bu stepləri keçib, sən də isə bu stepləri keç, nəticəsini görəcəksən ki, fail olur və o da rahatçılığını eləyə bilər. Yəni, daha sonra sizin izahınız və yaxud da ki, sizin burada yəni, lazım olmayacaq ki, durasınız, bir-bir onu baş salasınız. Bu da sizə həm vaxtda, həm işinizi professionallığını qazandıracaq. Ümumiyyətlə fikirləşirəm ki, hər bir professional QA gərək dokumentasiyalarını yaxşı yazsın və yaxşı qeydlər aparsın ki, özündən sonra onun izahına ehtiyacı olmasın və ondan sonra istifadə edənlər onun ölənlər üçün rəhmətlisin, belə bir sımacı. Yəni, onun işinə qiymətləndirə bilsin ki, bu yaxşı iş görüb. Test case ilə bağlı deyəcəyim mövzular bunlar idi, danışacağım mövzu bu idi və bundan sonra istəyirəm bu statik testlə dinamik testi necə çevirəcəyimiz haqqında da danışaram növbəti mövzuda. İnşallah ki, növbəti videoda bu haqda danışacağam. Təşəkkürlər, izlədiyiniz üçün çox sağ olun.